Qulaq asın ey cəmaət, belə olubdur rəvayət. Sanmayın ki yalandır, həqiqidir olandır. Kasıbçılıq həyatı, çox sıxır cəmaatı. Söhbət açım yerində, rayonların birində. Bir dənə cavan var imiş, haqqa tərəfdar imiş. Uzun sözün qısası, var imiş bir anası. Onu ilə fəxr edirmiş, haqq yolunu gedirmiş. Bir gün o qoca ana söylədi ki oğlana, gedir ömür karvanım, ay sənə qurban canım. Gəzirsən, əylənirsən, bəs haçan evlənirsən. Oğul eşidib sözləri, işıqlandı gözləri. Dedi ki ay əziz ana, düşmə qəmə hicrana. Qoy deyim həqiqəti, sevirəm bir afəti. Namuslu qeyrətlidir, abırlı ismətlidir. Razılığı